Dünyanın o başında, Ant dağlarının ətəyində, tango və futbolla nəfəs alan bir ölkə var. Argentina. Kağız üzərində nəhəng görünür, amma içində bitib tükənməyən ziddiyyətlər gizlənir. Bəs niyə bu qədər böyük əraziyə sahib olan bir ölkə inkişaf edə bilmir? Bugün sizə həm coğrafi, həm də sosial baxımdan heyrətləndirəcək bir səfərə aparacağam. Gəlin Argentinanı birlikdə tanıyaq. Argentina deyəndə ağlınıza nəhəng bir ərazi gəlməlidir. Dünyanın xəritəsinə baxdıqda Argentina uzun və ensiz ölkə kimi görünə bilər, amma Avropa ölkələri ilə müqayisədə onun nə qədər böyük əraziyə sahib olduğunu bilməlisiniz. Argentinanın ümumi ərazisi 2.780.000 kvadrat kilometrdir. Təbii ki, o Cənubi Amerikanın ən böyük ölkəsi deyil, çünki başqa bir videoda danışacağımız Braziliyanın ərazisi 8.500.000 kvadrat kilometrdir. Yəni Braziliya Argentinadan 3 dəfə böyükdür. Bu qədər geniş ərazidə təxminən 45 milyon nəfər yaşayır. Bu göstəricidən belə nəticə çıxır ki, Argentina ərazi baxımından böyük, amma əhali baxımından sıx olmayan bir ölkədir. Adətən bu cür ölkələrdə əhalinin az olmasının səbəbi coğrafi ərazilərin dağlıq və əlverişsiz olması və ya iqlimin çox soyuq olmasıdır. Argentinada da belə bölgələr var, amma ölkənin böyük hissəsi buna daxil deyil. Üstəlik, Argentina Qrenlandiya kimi buz kimi soyuq və ya Orta Asiya torpaqları kimi quraqlıq deyil. Bəs necə olur ki, Argentina və digər Cənubi Amerika ölkələri yaşamaq üçün populyar sayılmır? Niyə bu ölkələr futboldan başqa diqqət çəkmir və insanlar Argentinada yaşamağı xəyal etmirlər? Başqa sözlə, Argentina kimi ölkələr niyə inkişaf edə bilmir? Doğrudan da Cənubi Amerika ölkələri istər ərazi, istərsə də əhali sayına baxmayaraq təxminən eyni inkişaf səviyyəsindədirlər və qitəni irəli aparacaq fəaliyyətlər həyata keçirmirlər. Argentinanın sərhəd qonşuları qərbdə Çili, şimalda Boliviya və Paragvay, şimal-şərq və şərqdə isə Braziliya və Uruqvaydır. Ölkə prezident idarəetmə sistemi ilə fəaliyyət göstərsə də federal bir respublika şəklində idarə olunur. Yəni ölkə tək bir şəxsin dediyi ilə idarə edilmir. Paytaxtı isə Buenos Airesdir. Argentinaya turistlərin çox getməməsinin əsas səbəbi aviabiletlərin çox bahalı olması və ölkə daxilində səfərlərin də həm baha, həm də çətin olmasıdır. Bu arada Argentinada Argentinaca adlı bir dil yoxdur. Rəsmi dil İspan dilidir. Orta yaşlı və yaşlı insanlar demək olar ki, heç ingiliscə bilmir. İngilis dili daha çox gənclər arasında yayılıb. Ölkədə İspan dilinin danışılmasının səbəbi isə keçmişdə İspaniyanın iqtisadi məqsədlərlə bu bölgələri müstəmləkəyə çevirməsidir. 1500-cü illərdə Osmanlı dövləti dünya ticarət yollarına nəzarət etdiyinə görə İspanlar yeni torpaqlar axtararaq dənizlərə açıldılar. Həmin dövrlərdə Argentinada ilk koloniyalar quruldu və 1800-cü illərə qədər davam edən uzun müddətli bir istismar dövrü başladı. Zamanla İspanlar öz əhalilərini də bu torpaqlara köçürdülər. Beləliklə İspan dili ölkənin genetik yaddaşına hopdu və dil assimilyasiyası baş verdi. 1976-cı ildə isə Argentina bu dəfə ingilislərlə problem yaşadı. Falkland adaları uğrunda həm Argentina, həm də İngiltərə iddia irəli sürdü. Bu münaqişədə Argentina çoxlu itkilər verdi və ingilislərə məğlub oldu. Üstəlik 40 il keçməsinə baxmayaraq, Argentina xalqı hələ də Falkland adalarından vaz keçməyib. Argentinalılar hesab edirlər ki, İngiltərə onların torpaqlarını işğal edib və bu məsələ artıq milli bir mübarizə simvoluna çevrilib. İngilislər bu adaları biz kəşf etdik desə də, Argentina bu adaların onlara İspanlardan miras qaldığını iddia edir. Amma bugün Falkland adalarına getsəz, orada yaşayan 3000 nəfərlik əhalinin hamısı özlərini ingilis hesab edir və İngiltərəni dəstəkləyirlər. Onsuz da adadakı həyat İngiltərənin maliyyə dəstəyi ilə davam edir. Falkland məsələsini bu qədər detallı izah etməyimin səbəbi, əgər Argentinaya getsəz, bu mövzuya toxunmamağınız sizin xeyrinizə olar. Bu mövzu açılanda insanlar narahat olur və aqressivləşirlər. Xüsusilə İngiltərəni tərifləyən heç bir ifadə və davranış nümayiş etdirməyin. Ən sadə formada desək, üzərinizdə İngiltərə forması ilə gəzməyin. Bununla yanaşı, Argentinanın daha böyük problemləri də var. Ölkədə uzun illər davam edən siyasi qeyri-sabitlik və iqtisadi çətinliklər insanların rifahını azaldır və həyat keyfiyyətini aşağı salır. Əgər aylıq $1000 əlavə gəliriniz varsa və Argentinaya köçmək istəsəniz, çox rahat yaşaya bilər. Çünki insanlar orada $250 belə dolana bilirlər. Necə deyə soruşsanız, cavabı çox sadədir. Paytaxt istisna olmaqla ölkənin bir çox bölgəsində kirayə və kommunal xərclər dünya standartlarına görə çox münasibdir. Məsələn, Argentinanın sahil şəhərlərindən biri olan Mar del Plata'da bir otaqlı evlərin kirayəsi $150 civarındadır. Tək yaşayacaqsınızsa, studio tipli mənzilləri $100 da kirayə edə bilərsiniz. İşıq, su, qaz və internet xərcləri isə ümumilikdə maksimum $50-60 arasında dəyişir.
Görünən odur ki, Argentina hökuməti inflyasiyaya davamlı bir həll tapa bilməsə də, insanların gəlirinə uyğun bir yaşayış balansı qurmağı bacarıb, amma hökumət hələ də davamlı şəkildə pul çap edir və görünən odur ki, bu böhran tezliklə bitməyəcək. İnsanlar əllərindəki pesonu mümkün qədər dollara çevirərək qənaət etməyə çalışırlar, çünki dollar peso qarşısında heç vaxt dəyər itirmir və Argentina xalqına inam verir. Məsələn, ev almaq istəyən bir insan əgər yığımı peso ilə edərsə, arzuladığı evə heç vaxt çata bilmir, çünki evin peso ilə dəyəri daim artır, lakin əgər dollardan qənaət edərsə, evin qiyməti bugün 100.000 dollardırsa, 10 il sonra da təxminən eyni qalır və dəyişmir. Buna görə də adi vətəndaş üçün Argentina yaşaması çətin olan ölkələrdən biridir. İşsizlik yüksəkdir, yemək-içməkdən başqa digər sahələrdə alıcılıq qabiliyyəti olduqca aşağıdır. Siyasətçilər bu problemləri həll edə bilmədiyi üçün insanlar narazıdır. Əhalinin getdikcə artan narazılığı isə ölkədə xaosu və cinayətkarlıq səviyyəsini artırır. Paytaxt Buenos Airesdə belə insanların girməyə cəsarət etmədiyi onlarla təhlükəli məhəllə var. Ölkədəki iqtisadi qeyri-sabitlik və coğrafi baxımdan uzaq yerləşməsi Argentinanı cəlbedici bir seçim olmaqdan uzaqlaşdırır. Bu səbəbdən Argentina nə turizm üçün, nə də daimi yaşayış üçün dünya xalqları tərəfindən çox da seçilən ölkə deyil. Elə xaricdən miqrasiya qəbul etmək bir yana, öz vətəndaşları belə hansısa sahədə uğur qazandıqda ölkəni tərk edirlər. Bunun ən bariz nümunələrindən biri də futboldur. Bu ölkədə uşaqların kiçik yaşlardan ən böyük arzuları Messi, Maradona, Agüero kimi futbolçu olmaq, varlı bir həyata çatmaq və Avropada yaşamaqdır. Bu vəziyyət Braziliya uşaqları üçün də keçərlidir, çünki ölkədəki iş imkanları müasir dünya ilə müqayisədə çox zəif qalır. Ölkənin iqtisadiyyatı əsasən kənd təsərrüfatı və ona bağlı sənaye üzərində qurulub. Xaricə texnologiya ixrac edə bilmirlər. Onlara məxsus beynəlxalq səviyyədə tanınan bir brendləri belə yoxdur. Nəticədə ölkədə istehsal zəifdir və müasir dünyaya aid demək olar ki, hər şey xaricdən hazır şəkildə gəlir. Xarici valyuta daim ölkədən çıxır, lakin ölkəyə az daxil olur. Bu da inflyasiyanı artırır və Argentina pesosunun dəyərini daha da aşağı salır. Üstəlik Argentinada olduqca qəribə bir qara bazar sistemi mövcuddur. Əgər ölkəyə xaricdən dollar gətirsəz, onu qara bazarda daha yüksək məzənlə ilə dəyişə bilərsiniz. Məsələn, rəsmi məntəqələrdə 1 dolları 170-180 pesoya dəyişdirə bilirsinizsə, küçələrdə çanta ilə gəzən qara bazar adamlarından həmin dolları 300-350 pesoya dəyişmək mümkündür. Qəribə olan isə odur ki, gündəlik məhsulların qiymətləri də məhz bu qara bazarın məzənnəsinə görə müəyyən olunur. Yəni Argentinada pul işlərində rəsmi qurumlarla işləsəz, hər halda 2 qat zərərdə olacaqsınız. Əgər xərclərinizi peso ilə deyil, kredit kartı ilə edirsinizsə, banklar pesonu süni şəkildə dəyərli göstərərək kartınızdan daha çox dollar çəkirlər. Təbii ki, sizə qara bazardan işləməyi tövsiyə etmirəm, amma reallıqları da deməliyəm. Əslində Argentina tam mənası ilə ziddiyyətlər ölkəsidir. Bu qədər inflyasiya, iqtisadi problem, cinayət və ac insanların olduğu bir ölkədə gecə həyatına çıxanda burada böhran hardadır sualını özünüzə verirsiniz. Çünki bu insanlar nə qədər çətinlik içində olsalar da əylənməkdən vaz keçmirlər və həyat zövqlərindən geri durmurlar. Buenos Aires küçələrindəki məkanların qarşısı yüzlərlə insanla dolub daşır. İnsanların üz ifadələrinə, geyimlərinə və masalarına baxdıqda onların həyatdan həzz aldıqlarını aydın görmək olur. Əgər pulunuz varsa və dünyanın hər yerində olduğu kimi Argentinada da insanların diqqətini çəkmək çox asandır. Bura əsasən istehlaka əsaslanan bir ölkədir. İnsanlar güclə dolanırlar, ayın sonunu çətinliklə gətirirlər, amma əylənməkdən, pul xərcləməkdən və istehlakdan vaz keçmirlər. Xüsusilə gənclər həyata anlıq yaşayır və o anın dadını çıxarmağa çalışırlar. Başqa sözlə desək, ölkədəki insanlar onsuz da batmışıq, heç olmasa keyfimizi çəkək fikri ilə günü günə qataraq yaşayırlar. Xasiyyət baxımından isə Argentinalılar olduqca ünsiyyətçildirlər. Məsələn, Avropadakı kimi açıq-aşkar irqçiliklə burada rastlaşmaq çox çətindir. Ölkədə artıq 10 ildən çoxdur ki, eyni cinsli nikahlar qanunidir. Gecə klublarında, yollarda, küçələrdə eyni cinsli cütlüklərin birgə görə bilərsiniz. Xristian dininə mənsub olsalar da insanların əksəriyyəti açıq fikirli və həyatlarını dini qaydalarla məhdudlaşdırmadan yaşayırlar. Yəni əxlaq normalarını toplum özü müəyyən edir və sərbəst düşüncə tərzinə sahibdirlər. Əgər ölkənin iqtisadi problemlərini bir kənara qoyub Argentinanın dadını çıxarmaq istəsəz, əmin olun ki, Buenos Aires sizi təəccübləndirəcək. Çünki Argentina digər Cənubi Amerika ölkələri kimi xaotik, nizamsız və qarışıq şəhər mühiti ilə tanınmır. Əksinə, böyük şəhərlərin memarlığı sizə Avropanı, xüsusilə də İtaliyanı və
İspaniyanı xatırladır. Küçələr və yollar olduqca təmizdir. Binaların memarlığı isə sənət əsərlərinə bənzəyir. Ora gedəndə sanki Cənubi Amerika deyil, Cənubi Avropa ölkəsinə səfər etdiyiniz hissini yaşayırsınız. Restoran və marketlərdəki xidmət səviyyəsi də sizə inkişaf etmiş ölkə təsiri bağışlayır. Yeməklərində əsasən Avropa mətbəxindən pizza, makaron və donuz əti kimi məhsullar üstünlük təşkil edir. Xüsusilə mal əti istehlakı baxımından dünya liderlərindən biridir. Əti adətən manqalda yeməyi sevirlər. Ümumiyyətlə, küçələrə göstərdikləri diqqətdən belə insanların mədəni və səliqəli olduqları aydın hiss olunur. Təbii ki, Argentinadan danışıb tangodan danışmamaq olmaz. Argentina Latın rəqslərinin zirvəsi sayılır. Xüsusilə tango rəqsi bu coğrafiyada yaranmış olduqca zərif və nümayişkaranə sənət növüdür. Orada olduğunuz müddətdə tez-tez küçələrdə rəqs edən insanlara rast gələcəksiniz. Ümumiləşdirsək, Argentina futbolu rəqsi ilə məşhur, lakin iqtisadi böhrandan heç cür qurtula bilməyən bir ölkədir. Argentinada yaşamaq ancaq dollarla gəlir əldə etdikdə məntiqlidir. Əks halda peso ilə dolanmaq sizi yoxsulluq dolu bir həyata sürükləyə bilər. Əgər dollar qazandıran bir iş tapsaz, Avropadan fərqlənməyən bu təmiz və yaşıl şəhərlərdə müasir dünyanın bütün imkanlarından doya-doya istifadə edə bilərsiniz. Orada tanış olacağınız isti, səmimi insanlarla isə həyatınıza yeni bir səhifə aça bilərsiniz. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək sağ olun.